Dalğa FM radyosundan köklənin 92.5 dalğasından. Yox, əgər deyirsiniz ki, kaş ki daha tez qoşulardım, heç təəssüflənməyin. Elə biz də bu dəqiqələrdən başlayırıq və verilişlərimizi həm də görüntülü versiyalarını izləyə biləcəksiniz. Mədəniyyət Nazirliyi və Dalğa FM radyosunun birgə layihəsi Sənətin Səsi efirdədir və artıq səsi gələn, ifası gələn bugünkü qonağımızın ifasını eşitdiniz və elə səs demişkən Azərbaycanda bir uzun il bundan əvvəl, hətta gələn 10 il olacaq ki, Səs Azərbaycan layihəsinin qalibi və bir çox layihələrdə uğurla çıxış etmiş və bizim sevilən müğənnimiz Emilə Yaqubova bugün bizimlədir. Xoş gəlmişsiniz. Salamlayıram sizi. Necəsiz? Təşəkkür. Siz necəsiz? Çox sağ olun dəvətinizə görə. Çox Mən şadam. təşəkkür edirəm. Əslində hər kəsə tanış bir səs, hər kəsə tanış bir sima. Gələn il 10 il olacaq ki, Emilə siz Düz 10 il. 2015-də başlamışdıq. Bəli, 2016-da bitirdik Səs Azərbaycanı. Bu ildə qonaq oldum. Səhv eləmirəmsə 3-cü sezonu idi Səs Azərbaycan. Bəli, düz 10 il. Və bu 10 ildə əlbəttə ki, çox şeylər dəyişib. Bu 10 ildə əlbəttə ki, siz həm də Azərbaycandan Londona köçmüsünüz. Bilirik ki, ailə həyatı qurmusunuz, orada yaşayırsınız, amma mütəmadi olaraq Azərbaycana da gəlirsiniz, vətənə də gəlirsiniz, layihələrdə iştirak edirsiniz. Elə Səs Azərbaycan layihəsində qonaq qismində çıxış etmişdiniz. Daha sonra yayda mən bildiyimə görə yay Dream Festdə də sizin çıxışınız var idi. Bəli, Dream Festdə də çıxış elədim bu il. Çox həyəcanlıydım təbii ki, yenidən Dream Festə qayıtmaq. Çünki mən Jara adlananda ikincisində də çıxış eləmişdim. Bəli, Alla Pugaçovan gecəsində, bu il də Müslüm Maqamayevin gecəsində və çox qürur verici idi. Bəli, əlbəttə ki, bu insana, hər hansı bir sənətkarın sənət yoluna həsr olunan bir layihədə iştirak etmək özü bir şərəfdir, özü bir qürurdur. London, Azərbaycan arasında qalmaq kimi o problemlər, o çətinliklərin ötəsindən necə gəlirsiniz? 6 ildir köçmüşəm Londona. Əslində həm çətindir, həm maraqlıdır. Belə deyim də, rəngarəng həyatı çox. Amma yəni vətənimdən də ayrı qala bilmirəm. Burada da davam eləmək istəyirəm təbii ki, öz karyeramı. Ona görə də həm də yaxınlarım burada, valideynlərim burada, dostlarım burada. Və sənət yolunuz, belə deyək də, əgər sizin də müsabiqədən keçibsə, o zaman hətta ilk müsabiqədən səs vermə də var idi, səhv etmirəmsə. Tamaşaçıların, bəli, var idi. Hansısa etaplarda var idi, bilirəm, və sonda var idi, bəli. Səs vermək üçün. Amma indi görürsünüz ki, əvvəlki illərlə bir qədər fərqlidir. Artıq xalq deyil, sırf sənətkarlar, ustadlar səs verir, necə deyərlər, seçirlər və lap sona gələndə artıq sözsüz ki, yenidən xalqın səsi də önəmli olur. Və bu ilki bizim qalibimiz Səs Azərbaycanda və Cəmilə Həşimova. Onu yəqin ki, tanırdı, çünki sizin yollarınız məncə bəlkə də rastda kəsişmişdir. Cəmilə Həşimova mənim artıq yəqin ki 10 ildən hətta daha çox rəfiqəmdir, çox yaxın rəfiqəmdir. Hətta rastda da bir yerdə Həzbənd qrupunda olmuşuq. Həzbənd qrupu, Həzbənd qrupu, bəli, Rast qrupunun tərkibində Həzbənd qrupu var idi. Rəşad müəllimin tələbələri elə belə deyirlər ki, aparırsınız Səs Azərbaycanı. Bəli, və mən bunu Cəmilə xanım bizdə qonaq olarkən Səs Azərbaycan layihəsinin qalibi, bir daha əgər yeni qoşulanlar varsa xatırladaq ki, məhz Cəmilə Həşimova idi. Bunu da danışdıq ki, həqiqətən də Rast necə ki Azərbaycan muğamının, yəni Azərbaycanın sərvətinin ilk ana muğamıdır. Eləcə də Rast qrupu da bir brenddir. Sözün əsl mənasında və yetişdirir, yaradır. Bəli, Rəşad müəllimin məktəbi. Sizin də yolunuz demək ki, bax bu, çünki Səs Azərbaycandan əvvəl siz məhz Rəşad Həşimovla başladınız. Bəli, 4 il Həzbənd qrupunda, Rast qrupunun nəzdində çalışmışam. Rəşad müəllimlə böyük bir məktəb keçmişik. O zaman soruşmayacağım ki, Cəmilənin qalib olmasına münasibətiniz necə? Soruşa bilərsiniz, oradaydım, onu dəstəkləyirdim və bütün qəlbimlə inanırdım ki, o qalib olacaq.
hamısı uşaqların düzdür çox istedadlı idi, amma həmişə deyirdim ki, bir qaliblərin bir qalibi var, o da Cəmilədir. Səsdən danışırıqsa, ümumiyyətlə bax bu sənətə gəlmək istəyənlərə, gənc ifaçılara, bax özünüz də zamanında bir gənc qız kimi gəlmişdiniz, yarışmada iştirak etmək istəyirdiniz, çox ümidliydiniz və əlbəttə ki, bunun üçün potensial lazımdır. Bu səs ilahi bir vergidir də, yəni bu bir istedaddır. Amma səsdən düzgün istifadə etmək, çünki deyirlər Azərbaycan xalqında hamında səs var, hamı oxuyur, yaxşı pis oxuyurlar. Amma səsdən düzgün istifadə etmək və uğur qazanmaq üçün formulu nədir sizcə? Bilirsiniz necə? Mən tam razıyam sizinlə. Həmişə elə deyirəm ki, mən kainata, yaradana, Tanrıya hər zaman təşəkkürümü bildirirəm ki, mənə bu cür istedad verib. Çünki mən əminəm ki, ulduz olaraq insan dünyaya gəlir artıq. Deyir, o ulduz olmurlar, ulduz doğulurlar. Məncə elədir. Mən bəzi şeylər var ki, mən ona sadəcə olaraq bilirəm. Mən ona inanıram, başa sala bilmirəm. Və düşünürəm ki, yəni heç kəs səni istedadlı olmağa öyrədə bilməz. Hər bir insan istedadlıdır, onu tapıb açmalıdır özündə və onu təkmilləşdirməlidir. Mən belə düşünürəm. Və həmçinin səsin yəni düzgün istifadə eləməyi formulu budur ki, hər zaman irəliyə getməlisən, hər zaman üzərində çalışmalısan və indiki dövrdə də özünüz bilirsiniz ki, böyük səs mən düşünürəm ki, olsa əladır, amma böyük səs olmasa da olar, çünki hal-hazırda indiki zamanədə tembrlar aləmidir, belə deyək də, tembr dövrüdür. Sanki normativlər, sanki o standartlar da dəyişib. Yəni, bir də görürsən, çox güclü bir səs sahibidir, amma o, necə deyəm, şarm mı deyim, o çəkicilik yoxdur. Çünki tək səslə deyil, sən düzgün tembri tapmalısan və onunla bərabər ürəyini, qəlbini qoymalısan ora ki, insanlara yaxın olasan, aşılayasan onun insanlara. Gözəl bir fikir. Yenə də sonuçta qəlbini, ürəyini, yenə də hər şeyin başında bir sevgi dayanır. Mütləq ki, bu mahnının da əslində maraqlı bir tarixçəsi var. Uzun illərdən bəri, yəni İlqar Xəyal tərəfindən də çox uğurla ifa olunmuşdu. Bəli, çox gözəl mahnıdır. Mikail müəllim Vəkilovanın onun mahnısıdır, bəli. Mən ona çox dərin minnətdarlığımı bildirirəm. Bu cür gözəl bir əsərə görə. Bəli, həqiqətən də əsərdir. Burada bir hekayə var. Mikail müəllimin də ürəyini hər kəs bilir. Bəli. Zamanla illər əvvəl Azərbaycanda yeni bir səhifə açmış. Həm Sevinç Kərimova, Mikail Vəkilov, onları da buradan salamlayırıq. Sevinç xanıma da salamlar, Mikail müəllimə də. Onlar da bir qədər vətəndən uzaqda olurlar, amma ara-sıra qayıdırlar və bu il Karvanın 30 illik yubileyi, səhv etmirəmsə bu ötən il idi, yoxsa? Bəli, mənə də nəsib oldu. Orada solo ifaçı kimi ifa eləmək, rəhmətli Sevil xanımı mən solistlərini orada əvəz elədim. Onun partiyasını, bəli, hiss oxudunuz. Və mənim sevincimin həddi-hududu yox idi. Təsəvvür edirəm. Və burada da mənim gözəlim Zəhrə xanım Bədəlbəyli, onun köməkliyi ilə, dəstəkliyi ilə mən bu konsertdə çıxış elədim. Ona da dərin minnətdarlığımı bildirirəm. Bəli, Zəhrə Bədəlbəylini də salamlayırıq. Bu layihədə ümumiyyətlə yaxından iştirak edən bir sənət adamıdır, həm şairə, gözəl musiqiçimiz efir vasitəsilə ona da salamlarımızı göndəririk və ümumiyyətlə bu cür layihələrin illər əvvəl yaranan qrupların yeni nəfəsdə, yeni solistlərlə əvəz etməkmi deyim, yaşatmaqmı deyim, əslində bu çox önəmlidir. Çünki Azərbaycanda elə qruplar olub ki, onlar brenddir, onları unutmaq, onları sonradan yenidən bərpa etmək ehtiyac duyursan buna, mütləq lazımdır. Bəli, insan darıxır o qruplar üçün. Kərvan qrupudur. İndi rast yenə də var. Kərvan qrupu. Yəni biz Eldar da orada çıxış eləmişdi. Eldar Qasımov, bəli, o da konsertdə çıxış etmişdi. Yəni İlqar müəllimlə də bir səhnədə olmaq, digər solistlərlə də, musiqiçilərlə bir səhnədə olmaq, Mikail müəllimin özü ilə bir səhnədə olmaq, Sevinç xanımın başlığı altında və rejissorluğu ilə, idarəçiliyi ilə, bəli, böyük bir layihə idi. Arzu edək elə neçə illər bax bu cür layihələr bizim qruplarımızın yubileyləri qeyd olunsun. Ümumiyyətlə
əvvəl müsabiqələrdən danışırıqsa, elə ilk Bakı payızı mahnı müsabiqəsində təşkilatçıları da elə səhv etmirəmsə Sevinç xanım olmuşdu və o Bakı payızı müsabiqəsindən də Azərbaycan sənətinə neçə nəsil ifaçılar yetişdi və bunların arasında, yəni bugün xalq artistləri, sənətkarlarımız var ki və Zülfiyə Xanbabayevanı da qeyd etmək istəyirəm. Çünki onun sənət yolu sizə çox yaxındır. Onun repertuarında olan bir mahnını da siz yenidən ifa etdiniz və bəli, bunun da öz tarixçəsi var. Yadımdadır ki, mən Rast qrupundan çıxandan sonra mən getdim Səhət Azərbaycan layihəsinə. Məhz Nigar xanım Hacızadə onun dəstəyi ilə getdim Səs Azərbaycana və o zaman yadımdadır ki, Zülfiyə xanım mənə çox böyük köməklik göstərdi. Hər zaman məni dəstəkləyirdi və hətta dedi ki, mahnılarımdan birini istəyərəm ki, sən ifa eləyəsən. Onun səsi də var bir balaca orada, bir hissəsində. Bəli, hər zaman məni dəstəkləyib Zülfiyə, amma çox təşəkkür edirəm. Və Zülfiyə Xanbabayeva isə əlbəttə ki, öz zövqü ilə, öz üslubu ilə seçilən sənətkarlarımızdandır, amma etiraf edək ki, hər kəs də onunla işləyə bilmir. Hər kəs də ona, necə deyərlər, o yolu tapa bilmir, çıxış yolu ona. Əgər ki, sizinlə bax bu sizə dəstək olubsa, demək ki, yəni o sizdə o potensialı görüb və öz stilinə hardasa o zövqlərin uyğunlaşdığını hiss edib. Yəqin ki, indiyə qədər də elə dəstək olur. Çox sağ olsun. Buradan Zülfiyə xanıma hörmətlərimi göndərirəm. Bəli, qoşuluram, salamlayırıq və müsabiqələrdən danışırıqsa, bir ifaçının sənət yolunda müsabiqənin olması, festivalların olması nə dərəcədə onun sənət yoluna təsir edir? Mən düşünürəm ki, bu çox gözəl bir məktəbdir, tramplindir. Həmçinin mənim üçün də eləcə. Çünki mən misal üçün Rast qrupunda, Həzbənd qrupunda olanda biz İsveçrədə Montreux festivalında çıxış eləmişdik. Dünya ulduzları ilə. Mən sanki bir nağıldaydım, belə deyim. Daha sonra Səs Azərbaycan, ondan sonra məhz Zəhra xanım Bədəlbəyli ilə getdik Batumidə, Gürcüstanda Discover Silk Road Star. Səs Azərbaycandan 2 il sonra səhv eləmirəmsə. Bəli, və onunla qalib olduq. Birinci yeri götürdü. Orada da qalib oldu. 17 ölkə arasında səhv eləmirəmsə. İndi bu çox yadımda deyil. Bəli, Discover Silk Road Star adlanırdı o müsabiqə festival, belə deyək. Orada bu böyük bir məktəbdir. Yəni öz ölkəni təmsil eləmək, başqa ölkənin təmsilçilərinin önündə, jürilərin qarşısında ifa eləmək, ondan sonra enerjini ötürməyi bacarmaq, yeni repertuar, yeni tanışlıqlar, hər zaman dünyaya üzərində bir çıxış, bir geniş dinləyici auditoriyasını həm də toplamaq kimi bir avantaj var, yəni bu layihələrdə və əgər bu layihələri danışırıqsa, Azərbaycanın təmsilindən danışırıqsa, elə Zəhra Bədəlbəylinin sözlərinə zamanında yazılmış Day After Day mahnısı ilə Azərbaycan ilk dəfə Avroviziya mahnı müsabiqəsində iştirak etmişdi. Elə mən də oradaydım, yəni həmin delegasiya Serbiyada, Belqrad şəhərində. Yəni Avroviziyanı necə? Bax, bugün yəqin ki, izləyirsiniz ki, çox təəssüf ki, Azərbaycan son illərdə heç finala belə vəsiqə qazana bilmir. Özünüzü görürsünüzmü? Avroviziyada iştirak etmək istəyərdinizmi? Və nə məsləhət edərdiniz? Biz qalib olduq, öz mədəniyyətimizi göstərdik. Nə lazımdır ki, indi Avroviziyada ən azı heç olmasa onluğa düşmək üçün? Mən düşünürəm ki, biz elə Day After Day mahnısından başlayaq. O yəqin ki, hər kəsin ən sevdiyi ifalarımızdan biri olub Avroviziyada. Mən düşünürəm ki, mən hər zaman fəxr eləmişəm bizim orada iştirakçılarımızla. Düşünürəm hər şey əla olacaq, amma Avroviziya elə bir müsabiqədir ki, burada tək səslə mümkün deyil. Yəni hər şey vəhdət tamamlanmalıdır bir-birinə. Mahnıdır, promotiondur, ondan sonra enerjidir. Çatışmayan nədir? Əslində baxırsan, səs də var, potensial da var, səhnəyə yaraşırlar da, elə gözəl ifaçılar gedir.
düşünürəm ki, yəqin ki, bu faktorlardan, vəhdət daşıyacaq bu faktorlardan hansısa axsıyır və mən düşünürəm ki, buna artıq komanda baxmalıdır. Yəni o seçimi onlar eləyir və onlar daha yaxşı yəqin ki, görür, başa düşür harda hansı səhvliklər var. Mən düşünürəm ki, hər şeyi bir də nəzərdən keçirmək lazımdır. Çünki tək əldən səs çıxmaz. Yəni hamısı bir vəhdət daşımalıdır dediyim kimi. İstəyərdinizmi özünüzü Avroviziya səhnəsində? Vaxtında da çox istəmişəm. Demirəm ki, indi istəyirəm. Bilirəm, illər əvvəl var idi belə bir arzu. Bu davam edirmi bugün? Bəli, mən deyirəm, mən özümə həmişə meydan oxuyuram ki, yalnız irəliyə getməlisən. Necə deyim, təbii ki, bu mənim istəyimdir. Yerinə yetməyibsə, hələ də bu istək olaraq qalır. Böyük məmnuniyyətlə hər zaman təklif olsa gəlsə, mən öz ölkəmi böyük məmnuniyyətlə nə qədər bacarıram, qürurla təmsil eləyərəm. Bəli. Bax belə, bizim bir çox müsabiqələrdə qalib olmuş ifaçının hardasa artıq o təcrübəsi də var ki, necə qalib olaq, necə düzgün, layiqincə Azərbaycanı təmsil edək. Yəni burada sözsüz ki, yəqin təcrübə də öz sözünü deyir, hardasa o inam səhnədə artıq. Təcrübə də lazımdır, inam da, enerjini düzgün yəqin ki, ötürmək də. Çox çətindir əslində o boyda kütlənin, auditoriyanın qarşısında ifa eləmək. Çünki bizdə çox təəssüflər ki, yəni elə böyük səhnələr az olur. Yəni biz ölkəmizdə az o cür. Ona görə biz də məcburuq. Məcbur deyilik. Əslində o çox gözəl bir şeydir ki, biz də ölkəmizdən qırağa çıxıb ölkəmizi təmsil eləyək, həm də öz sənətimizi göstərək. Amma çətindir, yəni bu təcrübə tələb eləyir. Əlbəttə. Mən düşünürdüm ki, uzun illər sonra Emiliya Yaqubova artıq Londonda yaşayan, orada uzun müddət olan və bir qədər bizim hardasa Azərbaycan dilini belə unutmuş olacaq. Amma bugünkü söhbətdən sonra belə sözümü geri alıram. Bəli. Yəni siz Londonda yaşasaz da Azərbaycan dilimizi bax belə səlis Azərbaycan dili mənim ana dilimdir. Çünki bəzən olur xaricə çatan kimi unudurlar. Bilirsiniz gördün öz dilimizi. Mən elə şey inanmıram ki, getdin xaricə və dili unuttun. Yəni ən azından 20 yaşından sonra, 25 yaşından sonra sən hansısa bir başqa ölkəyə köçürsənsə, təbii ki, ola bilsin ki, danışığında hər hansı bir hərfləri səslənməsi falan ola bilər ki, biraz dəyişə bilər, amma yenə də düşünürəm ki, öz dilini necə unudarsan, sən uşaqlıqdan o dildə danışırsansa. Halal olsun. Vallahi halal olsun həqiqətən də sizə Emiliya. Çox təəssüf ki, yekunlaşdırmalıyıq artıq söhbətimizi. Çox təəssüf. Hətta mahnı arasında da biz Emiliya əslində biz öncədən düşündük ki, sualları tərtib edək. Çünki baxma, artıq xarici dildə daha çox danışan və düşünürdük ki, suallar hazır olsa daha rahat olar. Amma suallar da qaldı bir kənara. Söhbətimiz elə həlim, elə rahat öz axarı ilə getdi ki, çox xoş oldu. İnanıram ki, bax bu əhvalı sizə də ötürə bildik, hörmətli dinləyicilər. Həm də bax bizim görüntülü buraxılışlarımız da Mədəniyyət Nazirliyinin və Dalğa FM radiosunun YouTube kanallarında da yerləşdirilir. Oradan da mütləq bizi izləyin və mən sizə təşəkkür edirəm. Bilirik, vətənə qonaq kimi gəlirsiniz, amma uzun müddətlik qalın. Layihələrdə iştirak edin. Necə ki iştirak edirsiniz, yayda sizə Dream Fest'də də görmək çox sevindiricidir. Azərbaycandan kənarda olsaz da böyük səhnələrdə görmək Azərbaycan adıdır demək. Sizi görəndə Azərbaycanı görürük. Uğurlarınız bol olsun və əlbəttə ki, niyə də yox, bəlkə elə Avroviziya səhnəsində gördük Emiliyanı. Sizə təşəkkür eləyirəm dəvətinizə görə. Minnətdaram. Çox sağ olun. Qısa bir ara və son ifa isə elə Azərbaycanı bir çox layihələrdə təmsil etmiş Emiliya Yaqubovanın ifasında elə Azərbaycan mahnısı da yekunlaşdıracaq bu saatımızı. Dalğa FM-də qalın, mütləq eşidilərik və görüşərik.